tutar! L'argent! İlham Əliyevdən fərqli olaraq Liviyanın ulu öndəri Müəmmar Qəddafi cəmaatını illərlə insan yerinə qoymadı. Çıxarmadığı meymunluq qalmamışdı. Bir sözlə qudurmuşdu. Azərbaycandakı kimi ölkəsində əhaliyə xoş güzaran qurmamışdı. Özü, balaları keyf sürür, xalqınsa azadlığı günbəgün məhdudlaşdırılırdı. İlham Əliyevdən fərqli olaraq o sadəlövhcəsinə düşünürdü ki, əbədiyyən taxta oturacaq. Günlərin birində alçaldılmış və təhqir edilmiş insanların gözü döndü və ulu öndərlərini hörmətsizcəsinə it qustu etdilər, qanına bələdilər, özü də oğlu ilə birgə. Meyidini isə ucuz sintetik döşəyin üstünə qoyub cəmaata nümayiş etdirdilər. Zəhmətkeşlər də kəmal ehtiramla gəlib, meyidin üstündə durub, səliqə ilə selfie edib, onun mundar cəmdəyinə söyüb getdilər. Qəddafi və ona oxşarların goruna Sabirabad polisinin təhsil naziri Emin Əmrullayevə yedirtdiyi şeydən olsun. Bəli. Salam Sevinç xanım. Salam. Sizə vəsiqə demişdim, 2 gün şəxsiyyət vəsiqəsi. Niyə atmırsınız? Niyə atmalıyam ki? Günə başladın niyə atmalıyam? Şəxsiyyəti təsdiq edən sənət olmalıdır, bilməliyik kimdir. Kim prokurorluğa gedir, bilmirsən niyə atmalısan? Siz mənə niyə bildiriş vermədiniz ki? Şəxsiyyət vəsiqə atmaya, mən nağıl danışma. Gəlib sən orada basın başına gətirərəm bura. Qanacaqsın bir qanacaqsın. Deyəsən başın qaçıb ha. Şəxsiyyət vəsiqə atmaya niyə götür gəl bura? Mənim hüququm çatır axı, mən sorub bilməliyəm. Deyirəm şəxsiyyət vəsiqə göndər bura, gətir bura dedi. Hüquq çatır. Hüququn var sən. Mənə təhsil idarəsinə Tərbiyəsiz bir tərbiyəsiz. Dedi xoş danışdıqdan ağlın başından gedir abi sən. Mən təhsil idarəsinə tabiyəm. Şəxsiyyət vəsiqə gətir bura, sən tox yer təhsil idarı. İdarəsinə tabiyəm. Şəxsiyyət vəsiqə gətir bura, sən tox yer təhsil idarı. Ağlın başından gedir abi sən. Mən təhsil idarəsinə tabiyəm. Şəxsiyyət vəsiqə gətir bura, sən tox yer təhsil idarı. Şəxsiyyət vəsiqə göndər bura, gətir bura, gözləyirəm tez o.